İndi deyəcəksiniz, bu qız yenə nə əti bişirir? I am hungry marinadıyla sobada dovşan əti bişirəcəm. Sonuncu dəfə uşaq vaxtı yediyim idi. Qəşəng dovşan əti almaq üçünsə favorit premiumun Səməd Vurğun filialına getdim. Ət, xama, ədviyyat, qarnir kimi mini kartof və kökləri də səbətimə yığıb gəldim ofisimə. Ofisimsə mənim mətbəximdir. Seçimim isə Krolazdan oldu. Səliqəli paketlərdə həm dovşan tikələri, həm qaraciyər, həm də qiyməsini alıb siz də evdə hazırlaya bilərsiniz. Tikələri yuyub quruluyuram. Bıçaqla deşiklər açıram ki, marinadı tam canına çəksin. Çox ədviyyatda hazırlamıram ki, ət özünə məxsus ətrini və kövrəliyini saxlasın. Bal, xama, limon suyu, sarı kökü qarışdırıb əti yaxşıca bu marinada yeridirəm. Kartofu isə bir burun bişirib köklə birgə sobada bişirirəm. Sobaya verəndə ətin üzərini təkli yoğurdu da çırpıram. Bu zərif aromat verir ətə. Alt-üst rejimdə sobada 200 dərəcədə bişirirəm. Uşaq vaxtı atam həmişə kababını eləyərdi. İştahlı yeməyimdən də aydındır ki, bu əti çox bəyəndim. Bəs yaxşı, dovşan ətinin faydalarını bilirsiniz. Rəylərdə yazın ən bəyəndiyim 3 izləyicimə Krolazdan hədiyyə göndərəcəm.